Hüseyin Arif bir gün yine de kefi kök halda İsmail Şıklı'ya zəng edir. Ağoca, bilirsən nə var? Dünən idarədə oturmuşdum. Aşıq Pərinin sazlı qızları da yanımda. Birdən qapı açıldı, Zəlimxan Yaqub girdi içəri. Bığları da ki maşallah, yüzünün yarısını tutub. Atıldı boynuma, o üzümdən, bu üzümdən marsa-marsla öpməyə başladı. Dedim, dünyanın işinə bir bax. Xalqı gözəllər öpür, məni də Zəlimxan Yaqub. Ona bir şeir yazmışam, qulaq as. Vaxt olur məclisim meyli məzəli, vaxt olur çiynimdə payız xəzəli. Nadanın birini dünya gözəli, Hüseyin Arifi Zəlimxan öpür. Bugün görkəmli şairimiz Hüseyin Arif'in anadan olmasından 101 il keçir. Allah onu rəhmət eləsin, məkanını cənnət olsun. Diqqətinizə görə çox sağ olun.